Onda belə deyim də, faktik olaraq elə çıxır ki, kişi də, qadın da bir-birinin belə deyim, ruzilərinə təsir edə bilirlər. Mütləq. Mütləq. Kişinin ruzisi qadından asılıdır. Onu əslində qəşəng dedisi, kişinin ruzisi qadından asılıdır. Bəli. Bir dəfə mən Donald Trump'ın bir müsahibəsinə qulaq asırdım. Orada bir moment oldu, o danışdı, özü belə rahat da danışırdı. O deyir ki, gəldim mən, gördüm nəsə düz getmir. Gəldim mən, bütün pulumu itirdim, bankrot oldum. Yəni çox pis vəziyyətə düşdüm də. Sonra dedim, yox, mən bu yoldaşımdan ayrılmalıyam. Həqiqətən bir yoldaşı vardı, ondan ayrılır. Ayrılır, növbəti yoldaşına evlənib bir də qalxır adam. Bir də qalxır. Bəli. Onda elə çıxır ki, faktik olaraq qadın yəni o cürə təsir edə bilir insana. Bəli, əlbəttə ki. Qadın əgər öz kişisinə inanırsa, baxın, bizim müəllimimiz Janat Kajamjarov bankrot olur. 720 min ya 750 min səhv eləmirəmsə dollar borcu olur. Və bu gecə gündüz yatmır. Başa düşür ki, bunun əlindən hər şey alınacaq da. Banklərdə, evi bankdə, hər şey bankdə. Bunda uşaqları var axı. Gəlir yoldaşına deyir ki, Saulə, gəl səninlə fiktivni boşanaq, yalanla. Heç olmasa ev eşi uşaqlara qalsın. Mən indi kişi qıylağıyam, basarlar, nə inəyərlər? Axır ki, başımı çıxardacam da bir şeydən. Ancaq sən küçədə qalma da. Qadın qayıdır, deyir ki, Ranat, mənə nə bu ev eşik, heç nə lazım deyil, mənə sən lazımsan. Mənim yanımda ol və hər şey yaxşı olacaq. Nə gözəl. Bir dənə deyir, onun sözü ilə deyir. Elə bildim ki, bütün borclarımı da vermişəm. Heç kimə heç bir şeyim yoxdur. 2 sutka düz yatmışam. 2 sutka gecə gündüz mənə dedilər. Onun hamıya deyib ki, əl vurmayın atoza. O neçə gecədə yatmır. 2 sutka yattım. Ondan sonra Çindən xəbər gəlib ki, gəl burada iş var, pulu qazan qaytar. Və gedir orada masterlığı öyrənir. Sütçay elmini gedir o tərəfdə öyrənir, gəlir. Said Murad Dövlətov. Da, bilirəm. Tacikski milyoner. Da. Onun nə qədər neçə 3 milyon dollar borcu olur. Özdəki özü eləmədiyi borclardır ya. Nə var, bunun adı hallanır və insanlar bunun adına görə etibar edib o pulu qoyurlar ora. Və hamısı batır. Və insanlar bunun adı ilə gəlirlər ki, biz sənə görə qoyduq o pulu ora. Bizim pulumuzu qaytar. Bu nə pul görüb, nə insan görüb, heç nə görməyib. Ancaq adını təmizə çıxartmaq üçün, bərpa eləmək üçün deyir, yaxşı qaytaracam. Necə qaytaracaq bilmir. Neçə ay belə fikirləşir, neyniyim. Gəlir anasının yanına. Qardaşı başlayır bunu danlamağa. Anası da deyir, nə olub, nə danlayırsan, nə olub? Deyir, bəs görmürsən, belə. Deyir, ana, mənim borcum var. Ana da deyir ki, nə qədər, neçə min borcum var? Deyir, 1000 də öyrə, deyir. Ana, çoxdur borcum. Ana qayda edir ki, mən səninlə fəxr eləyirəm. Deyir, amma deyəsən düz başa düşmədiniz məni. Mənim deyirəm ki, borcum var, milyonlarla borcum var. Dedi, yox bala, sən düz eşitmədin. Mən səninlə fəxr eləyirəm. Hər adama o qədər borc verməzlər. Deməli, sənin nə etibarın var ki, sənə bu qədər pulu borc veriblər. Get, cəmaatın pulunu qaytar. Etibarını itirmə. Ondan sonra deyir, elə bil, mənim qanadım qaldı. Başladım fikirləşməyə ki, hardan qazanım, necə qazanım, qaytarım. Köpüyü necə deyir, hamısını qaytardım. Hansı ki, tapanca çəkirdilər üstümə, nə bir reket göndərirdilər, başıma oyun qalmayıb gətiriblər. Daha elə moment olub ki, mən özümə suyu qəst eləmək istəmişəm. Pəncərəni açdım ki, özümə atım. Qızım gəldi, tutdu ayağımdan ki, papa, gedək oynayaq da biraz. Deyir, onda fikirləşdim ki, mən bu uşaqları, canımı qutardım, getdim. Bəs bu uşaqlar nə edəcək? Ondan sonra deyir, özümdə güc tapdım və başladım məsuliyyəti götürüb qaytırmağa. Və həmişə də, bax, bunların hamısı həmişə Allahla olublar. Ona görə də gücləri çatıb hər şeyə. Hamısının da təkanı qadın olub. Birinin yoldaşı, birinin anası. Təkan verən
enerji verən həmişə qadın olur. Hansı ki kişi qazana bilmir, onun günahı qadınındadır. Bunu məsuliyyətlə deyirəm. İnciməsinlər məndən. Qadın enerji verməlidir ki, kişi o enerjini gedib pula çevirib, gətirib yenə qadına verməlidir. Qadın o enerjini vermirsə, kişi heç vaxt qazana bilməz. Heç vaxt. Çox gözəl dediniz. Bir də mən ümumiyyətlə istəyirəm ki, izləyicilər də bizi kim ki eşidir, bu boşanma hallarını minimuma endirsinlər, ümumiyyətlə çağırsınlar. Düz deyində elə hallar olur ki, yəni başqa variant yoxdur, amma digər hallarda maksimal dərəcədə ailəni qoruyub bütöv bir ailə formatına gətirə bilsinlər.